insan naümid olmamalıdır. Bəzən sual olur da, yəqin siz də eşidibsiz. Niyə bütün müşkillər möminlərin başına gəlir? Axı onlar ibadət əhlidirlər. Niyə bütün çətinliklər möminlərin başına gəlir? Və yaxud da ki, bəzən qərəzli şəkildə şəxslər danışır ki, siz dindar deyilsiniz, siz mömin deyilsiniz. Niyə məsələn bu müşkil sizin başınızda vardı? Əvvəla, əgər müşkil mənim başıma gəlibsə, sən niyə məsələn o sualı verənə deyə, sən niyə narahatsan? İkinci məsələ budur ki, mən Allahıma təvəkkül eləmişəm. Bəzən insan illərlə, hətta mən görmüşəm, din əhli olan insanlarda belə naümidlik görmüşəm ki, deyib mən illərlə bir məsələnin duasını eləmişəm, ağlamışam namazlarda, Allahdan istəmişəm, amma verməyib. Yəni Allah məni istəmir, amma bir neçə ildən sonra həmin şəxslə görüşəndə deyib ki, mən bu gün şükr eləyirəm ki, illərlə namazdan sonra, namaz əsnasında, nə bilim, dua əsnasında ağlayaraq Allahdan istədiyim, məsələn, hacətim ki var idi, qəbul olmurdu. Bugün onun şükrünü eləyirəm ki, ilahi nə yaxşı ki olmayıb. Çünki bugün dərk eləyirəm ki, o olsaydı həyatımda, bugünkü günü mənim həyatım tam başqa istiqamət olacaqdı. Yəni biz bilmirik Allah Taala bizim üçün xeyri nədə veribdi, nədə qərar veribdi. Bəs dediyimiz kimi, o bəzən istəmədiyimiz nələrsə ki bizim həyatımızda baş verir, o Allahdan bizə gələn bir xeyirdir.